daha da geniş olarak nəzər salsaq biz görürük ki, mart ayının xüsusilə də artıq 25-dən başlayaraq Aralıq dənizinin şərqində atmosfer təzyiqində bir xeyli azalma gözlənir. Bu prosesin nəticəsində topa yağış buludlarının Qafqazın cənubu Azərbaycan arasına doğru tez-tez müdaxiləsi gözlənir. Proses nəticəsində mart ayının 25-i artıq Azərbaycan ərazisində havada buludluğun bir xeyli artması gözlənir. Xüsusilə də ekstratropik siklon sisteminin hərəkət istiqaməti ilə əlaqədar olaraq, yəni siklonun xüsusilə sağ qolunun Qafqazın cənubuna müdaxiləsi fonunda bu sistemin hərəkəti nəticəsində Xəzər dənizindən də yağıntı sistemlərinin Azərbaycan arasına doğru daşınması gözlənir. Mart ayının 25-i günün birinci yarısından başlayaraq cənub-qərbdən hərəkət edən hava axınları Xəzər dənizindən keçərək artıq Azərbaycan arasına doğru buludları daşıyacaq. Nəticədə mart ayının 25 gün ərzində Azərbaycanın Böyük Qafqaz rayonlarında, Dağlıq Şirvanda və Abşeronda havada buludluğun artması, yağış yağması gözlənir. Xüsusilə də dağlıq ərazilərdə, Dağlıq Şirvanda bu proses Leysan krateri intensiv yağışlar və lokal dolu ilə müşahidə ediləcək. Yüksək dağlıq ərazilərdə isə sulu qar və qar yağması ehtimalı var. Mart ayının 25-i artıq axşama doğru 25-dən 26-sına keçən gecə isə bu sistem bir qədər də güclənəcək. Nəticədə Böyük Qafqaz rayonlarının Balaçan, Zaqatala, Şəkirqaq, Oğuz, Qəbələ, İsmayıl, Şəmaxı, Xızı, Quba, Qusar, Xasmaz, Dağlıq Şirvanda, eyni zamanda Qazax, Ağstafa, Tovuz, Şəmşir, Gəncə, Mingəçevir, Göycə, Göyraboy və Kiçik Qafqazın Daşkəsən, Gərəbə, Kərbəzər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngəzur və Naxçıvanın Sədərək, Ordubad, Şahbuz ərazisində, eyni zamanda Cəllabad, Masallı, Lənkəran, Asıra, Yardıma və Lerik ərazilərində tez-tez yağış yağması, xüsusilə də dağlıq və dağətəyə və dağlıq kəndlərdə yağışın leysan xarakteri olması, şimşək çaxması, dolu yağması ehtimalı var. Proses nəticəsində çaylarda sululuğun artması gözlənir. Prosesin birinci mərhələsi mart ayının 25-i gün ərzində müşahidə ediləcək, lakin əsas proses isə mart ayının 26-sında başlayacaq. Prosesin ikinci mərhələsi daha güclü olacaq, daha təsirli olacaq. Xüsusilə də prosesin ikinci mərhələsi mart ayının 26-sından başlayacaq. Mart ayının 26-sında artıq Aralıq dənizinin şərqindən ekstratropik siklon sistemlərinin əsas gücünün Qafqazın cənubuna daxil olması gözlənir. Nəticədə mart ayının 26-sı artıq günün ikinci yarısından başlayaraq 26 martdan 27 marta keçən gecə artıq cənub-qərbdən xüsusilə də Azərbaycanın şimal-qərb rayonlarına və Azərbaycanın cənub rayonlarına doğru yağış buludlarının daşınması gözlənir. Proses nəticəsində cənub-qərbdən daxil olması gözlənilən cənub siklonlarının, yəni Aralıq dənizi ekstratropik tipli siklonların təsirindən yağıntıların mart ayının 26-sından 27-dən keçən gecədən başlayaraq 27 mart gün ərzində, 28 mart gün ərzində, 29 mart gün ərzində və 30 mart günün birinci yarısına qədər olan müddət ərzində Qafqazın cənubu Azərbaycan arasında yağıntıların arabir intensiv olması ehtimalı var. Xüsusilə də Böyük Qafqaz rayonlarında, Kiçik Qafqazda, Gəncə, Qazaxda, Naxçıvanda və Cəllabad, Asılı ərazilərində yağıntıların leysan xarakteri intensiv olması, dolu yağması, şimşək çaxması, əksər çaylarda sululuğun artması, bəzi dağətəyi çaylarda isə sel daşqının təşkillanması ehtimalı var. Xüsusilə də bu prosesdə daha da geniş olaraq nəzər salsaq biz görək ki, mart ayının 26-sından 27-dən keçən gecə artıq bu sistem kifayət qədər güclü olacaq. Nəticədə xüsusilə də Böyük Qafqazın Balaçan, Zaqatala, Şəkirqaq, Oğuz, Qəbələ, İsmayıl, Şəmaxı, Xızı, Quba, Qusar, Xasmaz, Dağlıq Şirvanda, Qazax, Ağstafa, Tovuz, Şəmşir, Gəncə, Mingəçevir, Göycə, Göyraboy ərazisində və Kiçik Qafqazın Daşkəsən, Gərəbə, Kərbəzər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngəzur və Naxçıvanın Sədərək, Ordubad, Şahbuz ərazisində və Cəllabad, Masallı, Lənkəran, Asıra, Yardıma və Lerikdə eyni zamanda Mərkəzi Aranın Kürdəmir, Yevlax, İmişli, Sabirabad, Saatlı, Salyan, Neftçala, Beyləqan ərazilərində, Ağzəbədidə leysan xarakteri yağış yağması, şimşək çaxması, xüsusilə də Böyük Qafqazda, Kiçik Qafqazda, Gəncə, Qazaxda, Naxçıvanda və Cəllabad, Asıra ərazisində isə yağıntıların intensiv və güclü olması, hətta lokal, şiddətli olması, dolu yağması ehtimalı var. Martın 27-si gündüz saatlarında isə bu proses, yəni Aralıq dənizindən daxil olması gözlənilən yağıntı sistemlərinin Xəzər siklonlarla birləşərək daha da güclənməsi gözlənir. Nəticədə mart ayının 27-sində bu prosesin pik dövrü gözlənir. Mart ayının 27-si gündüz saatlarında xəritədən də göründüyü kimi kifayət qədər intensiv xarakterli topa yağış buludlarının inkişafı üçün münbir sinoptik şəraitinin yaranması gözlənir. Bugünkü təllərə əsasən mart ayının 27-sindəki proses nəticəsində xüsusi ilə də Böyük Qafqaz rayonlarının ərazisinə və
Cəllabad, Astara ərazilərinə, eyni zamanda Dağlıq Şirvana, Böyük Qafqazın şimal-şərqinə, Quba-Qusar-Kasmaz ərazisinə və Abşeron ərazisində kifayət qədər intensiv xarakterli yağıntıların yağması gözlənilir. Xüsusilə də Dağlıq Şirvanda, Böyük Qafqazın şimal-şərqində, Quba-Qusar-Kasmaz, Şabran, Xızıda şiddətli leysan xarakterli yağışlar nəticəsində, dolu nəticəsində çaylarda suluğun kəskin artması, sel daşqın hadisələrinin dəfələrlə artım ehtimalı var. Mart ayının 27-si axşama doğru bu sistem tədricən Azərbaycanın xüsusi ilə də şimal-qərb rayonlarında, şimal-şərq rayonlarında çox təsirli olacaq. Mart ayının 27-sinə, 28-sinə keçən gecə saatlarına doğru bu yağıntı sistemi hələ də Abşeron ərazisində davam edəcək. Nəticədə Abşeron ərazisində Mart ayının 27 gün ərzində ara bir yağış yağması və yağışın lokal xarakterli intensiv olması ehtimalı var. Lakin ekstratropik siklon sistemlərinin ümumi parametrlərinə əsasən bu sistem çox dəyişkən olur. Dünya praktikasında bu sistemi dəqiq proqnozlaşdırmaq qeyri-mümkündür. Hər saniyə bu sistemdə dəyişikliklər müşahidə edilir. Nəticədə bu ekstratropik siklon sisteminin təsirindən yağıntıların güclənməsi ehtimalı olsa da, bu proseslərin daha dəqiqləşdirilmiş məlumatları yaxın günlərdə yenilənmiş məlumatların təlləri kanalda yayımlanacaq. Mart ayının 27-sindən 28-sinə keçən gecə bu sistemin xüsusilə də Böyük Qafqazın şimal-şərqində, yəni Quba-Qusar-Kasmaz, Dağlıq Şirvan arasında aktiv olması gözlənilir. Nəticədə Mart ayının ümumilikdə Mart ayının 27-si, 28-i ərzində, yəni 24-48 saat ərzində ən çox yağıntı Böyük Qafqaz rayonlarına düşür. Nəticədə Böyük Qafqazın əksər dağ çaylarında suluğun artması, lokal xarakterli sel daşqın hadisələrində artım ehtimalı var. Mart ayının xüsusilə də artıq 27-sində 28-sinə keçən gecə Quba-Qusar-Kasmaz, Dağlıq Şirvandakı yağıntıların intensiv, güclü, lokal, şiddətli olması ehtimalı var. Mart ayının 28-ci günün birinci yarısında isə bu sistem hələ də xüsusilə də Böyük Qafqazın şimal-şərqində aktiv olacaq. Yəni Böyük Qafqazın xüsusilə də Quba-Qusar-Kasmaz, Dağlıq Şirvan arasında, Xızıda, Siyəzəndə, Şabranda yağıntıların Mart ayının 27-ci və 28-sində lokal xarakterli, hətta aramsız yağması nəticəsində əksər çayların suluğunun kəskin artması gözlənilir. Bu, yəni Aralıq dənizindən Azərbaycan arasına doğru daxil olması gözlənən ekstratropik siklon sisteminin artıq Mart ayının 28-də Xəzər arasına daxil olması nəticəsində artıq bu prosesin parametrləri artıq bu siklonun Azərbaycan arasında hakim olmasına səbəb olacaq. Nəticədə Mart ayının 28-dəki prosesin nəticəsində artıq bu sistem gördüyünüz kimi Xəzər dənizindən də yağıntıları Azərbaycan arasına doğru daşıyacaq. Nəticədə Mart ayının 28-i axşam saatlarına qədər olan müddət ərzində yağıntılarda intensivləşmənin davam etməsi gözlənilir. Mart ayının 28-i axşama doğru yenə də Dağlıq Şirvan arasında və Abşeronun şimalında yağıntıların lokal xarakterli intensivləşmə riski davam edəcək. Mart ayının 28-dən 29-una keçən gecə yenə də Böyük Qafqazda, Kiçik Qafqazda və Dağlıq Şirvan arasında, eyni zamanda Böyük Qafqazın şimal-şərqində, yəni Quba-Qusar-Kasmaz, Şabran ərazisində yağıntılar davam edəcək. Mart ayının 29-u artıq günün ikinci yarısına doğru isə bu ekstratropik siklon sistemlərinin tədricən cəmlənməsi gözlənilir. Lakin Mart ayının 30-u və 31-də, eyni zamanda aprelin ilk günlərində Azərbaycanın dağlıq kəndlərində leysan yağışlarının fasilələrlə davam etməsi ehtimalı var. Çünki mərkəzi alanda və Abşeronda temperatur yüksəlir və havada nəmlik artır, yüksələn hava soyuyur və məsələn Azərbaycanın dağlıq ərazilərində bu proses hələ də davam edəcək. Aprel ayının ilk günlərində isə yenə də Aralıq dənizinin şərqindən növbəti ekstratropik siklon sistemlərinin Qafqazın cənubuna Azərbaycan arasına doğru daxil olması ehtimalı var. Aprel ayının ilk günlərində, aprel ayının ümumiliklə birinci həftəsi ərzində də yağıntılarda artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təlləri kanalda yayımlanacaq. Bu prosesə ümumi olaraq biz bu proses haqqında onu deyə bilərik ki, bu proses nəticəsində Mart ayının 25-i və 26-sında Azərbaycanın ən çox da dağlıq kəndlərində, yağıntılarda güclənmə gözlənilir. Lakin bu prosesin ikinci mərhələsi isə Mart ayının 27-si, 28-də müşahidə ediləcək. Nəticədə Mart ayının 27-si və 28-dəki prosesin daha da güclənməsi nəticəsində Azərbaycanın əksər dağ çaylarında suluğun kəskin artması, Azərbaycan əksər çaylarında suluğun artması ilə bərabər ən böyük risk isə Böyük Qafqazda, Kiçik Qafqazda, Gəncə, Qazaxda, Naxçıvanda və Cəlilabad Asarda gözlənilir. Ən ciddi yağıntılar, ən şiddətli yağıntılar Mart ayının 27-ci və 28-də yağacaq.
ən böyük yağıntı fazası Böyük Qafqaz ərazisindən keçir. Böyük Qafqazın şimal-şərqində, yəni Quba, Qusar, Kasmas, Dağlıq Şirvanda, eyni zamanda Xızıda, Siyəzində, Şabrandakı yağıntıların mart ayının 27-si və 28-sində aralıqsız şəkildə yağması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Bu proseslər topa yağış və laylı yağış buludlarının intensiv inkişafı ilə müşahidə ediləcək. Nəticədə topa yağış buludlarının təsirindən lokal xarakterli küləklərin güclənməsi ehtimalı var. Nəticədə eyni zamanda küləklərin güclənməsi ilə bərabər yağıntıların da küləklərin güclənməsi nəticəsində müəyyən ərazilər lokal xarakterli şiddətli düşməsi gözlənilir. Bu da çay yataqlarında lokal xarakterli qəfildən daşqın selə səbəb ola bilər. Bu proses eyni zamanda yüksək dağlıq ərazilərdəki əriyən qar suları ilə qarışan yağış sularının da üst-üstə gəlməsi nəticəsində kifayət qədər mart ayının 27-29-da Azərbaycan ərazisində kifayət qədər sel daşqın hadisələrində artım ehtimalı var. Bu proseslər şirin suyun artması mənasında müsbət amil olsa da, xüsusilə də təhlükəli təsir edici atmosfer hadisələrinin artması nəticəsində hava ilə əlaqəli olan bir sıra sahələrdə müəyyən problemlərin artması ehtimalı var. Xüsusilə topa yağış buludlarının intensiv inkişafı gözlənilir ki, nəticədə təbii olaraq yağın dolunun da diametrinin iri dənəli yağması ehtimalı var. Bu proseslərin daha da şiddətlənməsinə səbəb isə ümumilikdə regionda müşahidə edilən iqlim dəyişikliyinin daha da artmasına səbəb isə müharibələrin təsiri ilə, yəni insan amilinin atmosferə təsirlərinin daha da qat-qat artması nəticəsində artıq bu tip proseslərin intensivliyinin daha da artması gözlənir. 2026-cı ildə ümumilikdə La Nina proseslərinin, El Niño proseslərinin sərt keçiş nəticəsində 2026-cı ilin yaz-yağışçılık dövründə Azərbaycan ərazisində yağıntılarda kəskin artım ehtimalı var. Yəni 2025-ci ilin yaz-yağışçılık dövrü ilə müqayisədə 2026-cı ilin yaz-yağışçılık dövründə Azərbaycan ərazisində yağıntılarda kəskin artım ehtimalı var. Çünki Super El Niño dövründə xüsusilə də ən çox yağıntılar Xəzər dənəsi ölkələrində düşür. Nəticədə bu proseslər nəticəsində yağıntıların dəfələrlə artım ehtimalı var. Şirin su ehtiyatında artım ehtimalı var. Lakin bu proses çox şiddətli leysanlara səbəb ola bilər ki, nəticədə bu da sel daşqın hadisələrinin nəticəsində müəyyən fəsadların artması səbəb ola bilər. Ümumilikdə bir daha bildirdiyimiz kimi ən böyük risk mart ayının 27-ci və 28-sində gözlənilir. Mart ayının 29-u artıq axşamı 9-da bu prosesin səngiməsi gözlənir. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayınlanacaq.